Deməli, bugün baxaq login registrə, autentifikasiyanın necə olduğunu göstərəcəm. Əsasən register çox vacibdir. Prosta user olmalıdır ki, biz şeyi qura bilək də, yəni loginini qura bilək. Deməli, user controller. Bunu biz əvvəlki dərs yaratmışıq. Tamam. Neyniyək? Gəlin bir dənə register yaradaq, controller yaradaq. Bunu əllə yox, sizə öyrətdiyim üsulla yaradaq. Deməli, PHP artisan make controller register controller yaratdıq. İndi məsələ nədir? Biz fikir verdinizsə, migration və model yaratmamışıq. Niyə? Çünki Laravelin bir dənə müsbəti var ki, müsbətlərindən biri var ki, daha bir dənə yoxdur, çox var. User migration'ı hazır özü verir sizə. Bir də user modelini verir. Və sizə heç nəyə məcbur eləmir. Siz istəsəz gəlib burada hansı kolonu istədib silib, hansısa kolonu əlavə eləyib PHP artisan migrate yazsaz, bu düşəcək bura. Təbii ki, ilk dəfəyə aiddir sözüm. Artıq bunu migrate eləmişsinizsə, yeni bir migration yaradacaqsınız user table-una yeni kolon atmaq üçün. Bu cürlə. Heçsə, biz bunlar var deyə yaratmırıq. Hətta database-də açım göstərim. User table-unu açdım. Bax, bu buradadır. User table-um mənim. Belə. Məsələ bilirsinizdir. Burada niyə mənim email kolumum görsənmir? Mən burada neysə gizlətmişəm ki. Məsələn, buraya yazım select email from users. Unknown column list email. Niyə bu bizə email kolumunu yaratmıyor baxın? Mənim environment-də table-um hanı? Table Laravel Learn-də. Laravel Learn-də users-də niyə məndə email deyə bir şey yoxdur? Çox maraqlıdır. String email. Biz bunu görsən migrate eləyəndə gəlin belə eləyək. Onsuz biz table var, mənim vecimə deyil. Bir dənə PHP artisan migrate fresh yazın. Table var, silib təzədən yaratsın. Okay. Bir dənə bunu refresh ataq. İndi baxın. Email, yenə də email verified at falan gəldi. Email gəlmədi. Bu niyə gedib mənim email? Bir dəqiqədən, bəlkə biz nəsə migration yaratmışıq burada. Geçsin. 100% nəsə eləmişik. Buna baxın, görün eləmişəm. Gedib yazmışam ki, kateqoriyanın nədir bunun adı? Apına. Sizə bir dəfə izah eləmək istəyirəm. Şemanın içini nə qədər istəsəz yaza bilərsiniz. Götürüb nümunə kimi yazmışam. Get user table-ında email-i drop elə. Gedib email drop eləyib. Nəsə bunu gəlin silməyim, biləşsə komment atım. Ya da biləşsəniz bunu görmüsünüz. Nəsə silirəm. Bu bir dəqiqə. Down-u da yazmışam hətta. Down-u da usersin emailini gətir yazmışam. Bunu da silək. Belə. Təzədən PHP artisan migrate fresh yazıram. İndi inşallah refresh atıram. Email gəldi. Əla. Süper. İndi başlayaq dərsimizə. Yaxşı ki, buna baxdıq. Register controller. Bir dənə public function. Birincisi bir dənə bir səhifə yaradım. Index. Yəni register üçün bir ana səhifə olsun. Bu hansı ki istifadəsi buradan qeydiyyatdan keçsin. Bu da sadəcə bizə return view register səhifəsini göstərsin. Bu arada bunu papkalara bölmürəm. Hamısını elə eyni şeylərdə yazacağam. Çünki onsuz bu öyrənmə dərsidir. Bir dənə burada register.blade.php yaratdıq. Bir dənə bura atırıq forum metod post. Bunu belə @csrf və bura yazırıq nə? Input type text, name olsun email. Qeydiyyatdan keçməyə nə lazımsa da, məsələn name olsun. Bunun placeholder-una yazaq. Email placeholder-una yazaq. Name var idi də bizdə column. Bir dəqiqə baxım. Ulduz from name, email, password. Başqa heç bir şey yox. Tamam. Name olsun. Bir də olsun password.
password. Bunun input type'ını text qoyuram. Ekranda görsənsin ki, parolunu yazdığımızı bilək. Hələ ki. Bir dənə input type submit ataq buraya, da button da ata bilərsiniz, fərq yoxdur. Bu registerdən yazdınız. Necə? Bu registerdən yazdınız. Bəli, qeydiyyatdan istifadəsinin qeydiyyatı. Action'ı indi hələ ki boş saxlayırıq, çünki rootumuzu yaratmamışıq. Tamam, birinci bu səhifənin görünməsi üçün nə etməliyəm? Birinci root yaradaq. Adını qoyaq register. Hətta indi sizə maraqlı bir şey göstərəcəm. Metod getdi, çünki səhifə açılan zaman onu görə bilək. Register controller. Bunu atdıq, indeksə getsin. Bu da register.index. Okey. Səhifəni burada gəlirəm. Register yazıram. Okey, açıldı. İndi mən istəyirəm ki, bu düyməyə klik eləyəndə istifadəçi qeydiyyata əlavə edək. Nə edirik? Təzədən bir dənə də metod yaradırıq. Artıq bu düyməyə basılanda bura gələcək hissədir. Bunun adını qoyuruq store. Və siz öz request yazıb, request klassınızı yazıb, ya da tənbəllik eləməyi özümüz yazaq, təkrar olsun. Hər dəfə eyni şeyi danışıram. Neyniyə? Gəlin elə bunu command-C command V eləyirəm. Bura yazıram register request. Yaratdıq register requestimizi. Register requestimizin attribute message-ini silirəm. Ehtiyac yoxdur. Authorization true. İndi bizə forumda nə gəlir? Name gəlir. Hələ name qalsın, belə düzgün şəkildədir. Məcburi inputdur. Bizə gəlir email, bizə gəlir password. İndi email validation necə aparıq? Mütləq gəlməlidir. Bura yazırıq email. Niyə bura email yazırıq? İstifadəçi durub heç olmasa @ işarəsini işlətsin deyə. Yəni bu email hissəsində belə yazmasın. Ən azından asas @ işarəsi qoysun deyə, bu sadəcə email yoxlanışını olması üçün belə yazırıq. Minimum, maksimum ölçüdür. Bundan əlavə olaraq bir də nə yazırıq? Baxın, bir istifadəçinin səfə qeydiyyatdan keçə bilər bir dəfə. Yəni mən bir emaildən keçdimsə, ikinci dəfə həmin emaildən keçməməliyəm. İndi burada bizdə unique deyə bir şey var, validation. Nədir bu unique validationu? Deyirəm ki, get user stable-una bax. Burada vergül qoyub email yazıram. Niyə? Deyirəm ki, user stable-unda emaillər arasında axtar. Varsa error baş versin. Yəni unique bizdə tək vahid deməkdir. Yəni bir dənə olsun. Laravel unique yazırsınız internetə. Burada Stack Overflow-dan baxa bilərsiniz. Deyir ki, bax unique 2.table-un adı, kolumn adı bu cürlə. Bir də hələ üçüncü parametr də var. Üçüncü parametr 1, 2, 3. Üçüncü parametr odur ki, bu ID-ni məsələn istisna elə. Yəni əgər bu update zamanı əslində çox vaxt lazım olur. Update zamanı ki, bu ID-ni istisna eləməklə get table-da uniquely axtar. İndi bizim hələ ki ona ehtiyacımız yoxdur. Çünki qeydiyyat zamanı deyirəm bütün user stable-unu email kolumunu axtarsın. Bunda bir sual varmı? Yox, aydın. Bunu şeylə, xətlə çəkirdik, həmin kitdə o istəsək düz xətlə də yaza bilərik bu. Required email. Yes, başa düşdüm nə edirsən. Burada son bir dənə də şey yazdıq keçən dərs. ID ilə bağlı bir şeydir. Yaxşı yerinə düşdü. Biraz o çatmamışdı mənə. Şeydə, bir dəqiqə baxım. Hansı validasiyada kategori update, yox. Product store. Bu, exist deyirsən. Hə. Exist. Yox. Ulduz qoyduq, sonra... Bu nə deməkdir? Əvvəlki dərsdən. Color ID istəyə bir array gələcək mənə. Deyirəm, vacibdir array gəlsin. Nöqtə ulduz odur ki, arrayın içindəki hər bir element, element olsun, integer olsun və getsin colorsdakı ID. Yəni, colors table-undakı ID-yə bax gör, uyğundurmu? İstifadəçi random bir rəqəm göndərməsin. Okey. Tamam. Laravelin bu cürünə qəşəng validasiyaları var. Parol da vacibdir, stringdir, minimum 6 olsun, 5 olsun. İndi
özümüzü yormayaq, 3 qoyaq. Normalda 6-8 qoyurlar web application'larda ki, yəni qısa parol olmasın. Okay. İndi nə edirik? Minimum bunları yazdıq. Mən bunu işlətmək üçün nə edirəm? Gələcəm sadəcə bura. Bunu əlavə elədik, qurtardı, getdi. İndi qabağa doğru davam edirik. Bizdə nə var idi vacib? İstifadəçinin qeydiyyatı. Bütün yoxlanışlarım bitdi. Nə edirəm? Bir dənə table insert atıram. Bu insertdə nədir? Name olacaq. Request-dən gələn name. Email olacaq. Request-dən gələn email. Və bir də bizdə olacaq ikincinin adı nə idi? Password. İndi password bizdə nə olmalıdır? Hashlənməlidir. Düzdür? Biz password işləmək üçün nə edirdik? Password hash request birinci isə passwordumuzu yazdı. Yəni $@ postu yazırdıq gəlsə. Bunu nə edirik? Request-dən gələn password yazırıq. İkinci isə password default ya da bcrypt yazırdıq. Default olsa bcrypt yəni. Bcrypt yazsaz. Bunu deyərsəm klassla eləmək olur. İnternetdə baxmışdım. Bəli, indi bax bu cür nə yazırdıq əvvəl yadınıza gəlsə. Amma indi bunu ehtiyac yoxdur. Niyə yoxdur? Yazı users table-ında bizdə cast var idi. Castda yazmışıq ki, password hashed. Bu nə deməkdir? Əgər siz bunu komment atsınız, okey. Gəlib bunu belə yazmalısınız. Əgər kommentə atmasan, bunu birbaşa gəlib elə bura. Request-dən gələn password yazmağın promoyo deyib özü işləyəcək. Bir də Murad dedi class. Class desəm belə idi. Hash illuminate support facet olan hash. Burada da yazırsan ki, check yoxlanış ola bilər və yaxud da ki, metodlar nə var burada? Metod extend make deyəsən. Okay, hash make. Make-dən düzəldə bilərsən. Bu nə parametrlər qəbul? Value option. Belə bura promo dollar request-dən gələn password yazsan olacaq. Tək bu yolu yoxdur. Başqa yolu da var. Məsələn, bıcırı yıpıtı yazsan, bcrypt yəni. Password. Bax bu funksiya ilə bu da olacaq. Ya da ki PHP-nin öz password hash ilə də yaza bilərsən, bir yax göstərdim. Bu cürlə. Dördüncü yol da ki budur. Yəni promo yazırsan, modelin içində protected castda hash olur. Sual varmı? Aydın. Getdik. İstifadəçini qeydiyyatdan saldıq. İndi təbii ki bizdə indi yoxdur, amma real layihələrdə nümunə olacaq ki, məsələn, email göndərir istifadəçiyə ki, gir emaili təsdiqlə, istifadəçi gir emaili təsdiqlə, bu cür şeylərə sonra baxacağıq. Hələ ki sadəcə istifadəçini qeydiyyatdan keçiririk. Redirect root, bizdə rootumuz ancaq register.index var deyə hələ ki buraya yazıram. Gəl indi yoxlayaq. Nə edirəm? salam@gmail.com salam. Qeydiyyatdan keçdik. Okay. Bizim heç rootumuz yoxdur ki, save-ə getsin. Rootumuzu yaradırıq. Post bu gedəcək bizdə store metoduna. Bunun name olacaq register.store. Və bir də gəlib Blade-də bura echo root funksiyasından register.store yazırıq. Bura qədər sual varmı? Yoxdur. Biri get idi, biri post. Bəli. Nə idi birincisi? Get ekrana səhifənin açılmağıdır bu. Post isə düyməyə basanda dataların getməyidir ki, gəlib burada save olsun. Başa düşdüm. Bir də fikir verdirsə, linkləri eynidir. Sizə belə bir şey deyim ki, mütləq yazı saxlayın. Metodlar fərqlidirsə, linklərin eyni olmağı bir problem kəsb eləmir. Amma eyni linklər eyni metod ola bilməz. Amma fərqli metodlarda eyni link ola bilər. Okeydir? Okey. Təbii ki, bu linkin adını qoymağa özünüz nə istəsəz qoya bilərsiniz. Prosta eyni link qoydum ki, bu situasiyanı da görəsiniz. İndi gedək yoxlayaq. Görək işləyəcəkmi? Böyüdürəm bunu. salam@gmail.com salam. Registerə klik elədim. İndi gəl table'a baxaq.
Gəldi düşdü. Baxın salam@gmail.com. Passworda baxın bcrypt olunmuş passworddur. Yəni ki, əvvəlki vahədə işlədiyimiz kimi işlədiyi passworddur. İndi tak salam1@gmail.com salam1 yazıram. Səhifəni refresh edirəm. İkincidə düşdü. İndi gəlin görə bəs eyni e-mail yazsam düşəcəkmi? Qeydiyyata klik eləyirəm. Səhifəni refresh edirəm. Baxın düşmədi. Yəni bu validasiyadan keçmir. İndi error mesaj da çıxmadı ekrana. Onu da göstərmişdim ki, orada if açıb error mesajlarını ekrana gətirə bilərsiniz. Asandır ki, sadəcə bizim işimiz o deyil hal-hazırda. Biz sadəcə bugün qeydiyyat və loginə baxırıq. Yəni qeydiyyat əslində asandır. Sadəcə keçdiklərimizin təkrarını elədik. İndi əsas keçək loginə ki, bu Laravel'də login necə olur? MVC layihələrdə təbii ki. Bu API layihələrinə aid deyil login. Getdik qabağa. Burada bir sual olan var. Yox. Okay. İndi yaradaq nəyi? PHP artisan make login controller. Yaratdıq login controller'ı. İndi buna işimiz bitdi. Bağlayarıq bunları. Güzel. Login controller'da bir dənə metod yaradırıq. Public function index, hansı ki bu bizim login səhifəsinə gələcək. Və login controller'ı use edirəm bura. Və bu olacaq login.index. İndi bura nə yazırıq? Return view login bu yükləsin birbaşa. İndi gəlirik burada. Register səhifəsini kopyalayıram. Login bu yaradıram. Burada rootumuz olacaq login.store. Metod post olacaq, amma istifadəçinin login olması üçün bizə sadəcə e-mail və password kifayətdir. Və burada login yazıram. View'da sual var. Yox. Aydın. Keçdik qabağa. Login public function store. Və burada view-ya return eləmirik və bu store metodunun üçün bir dənə root yaradıram. Bu olacaq bizdə post metodu. Login-də store-a getsin. Neyim olsun login.store. Hansı ki biz buradakı root-a login.store yazmışıq. Əla. İndi eyni ilə bu login controller'ın requestini yaradırıq. Yəni loginin requestini yaradırıq. Login request. Burada bizə 2 dənə input gəlir. E-mail və password. E-mail passwordu yoxlanışlarını nə edirik? Bu cür başlayaq aparmağa. E-mail bu cürünə qalır. Sadəcə olaraq məsələ nədir? Biz bura yaza bilərik. Check. Keçən dərs keçmişdik. Check. User table'ında e-mail. Yəni ki, nə deməkdir bu? Geçsin yoxlasın ki, user table'ında e-mail varmı? Sadəcə olaraq mən bu validationu çox da tövsiyə eləmirəm. Çünki niyə? Mən istifadəçiyə demək istəmirəm ki, sən bizdə belə bir e-mail yoxdur. Niyə? Çünki bu adam bəlkə cəmaatı sındırmağa çalışır. Axtarır ki, mənim hansı e-maillər mövcuddur bazamda. Ona görə mən bu validationu çox tərəfdarı deyiləm, amma siz istəsəz qoya bilərsiniz. Mən sadəcə istəyirəm burada olsun e-mail və password qutardı getdi. Və bundan başqa nə edəcəm? Bir də gələcəm bura. Bir də login request yuxarı yazaq. Login request. $request. İndi burada aparacam yoxlanışımı ki, bu istifadəçi düzgün e-mail və parol göndəribmi? Əgər ikisindən biri səhvdirsə, ümumi yazacam ki, login və ya parol yanlışdır. Çünki niyə? Adam bilməsin ki, e-mail var yoxsa yoxdur. Yəni sadəcə təhlükəsizlik üçün də, yəni ki, adam bilməsin ki, belə bir e-mail mövcuddurmu. İndi nə edirəm? Laravel'də aus deyə, bax, Illuminate Support Facade. Aus deyə bir klass var. Bax, burada görürsünüz, bu aus klassı bura 100 oldu. Aus, attempt. Attempt cəhd eləməkdir deyərsən ingilis dilindən.
və mən bura Aha. credential'ları verirəm. Credential'ları vermək üçün burada bizdə yox credentials array istəyir. Deməli nə etməliyəm? Mən bura array açmalıyam. Array nə yazırıq? Email nə olacaq email? Request-dən gələn email. Passwordum nə olacaq? Request-dən gələn password. Qutardı 7. İndi təbii ki bunun bir nəticəsi var. Bu nə qırmızı oldu? Expected semicolon. Passwordu burada bağladıq. Semikol, nöqtə vergül gözləyir orada. 60'am oxu. Nəsə gözür bunu variable demərimsədim. Check login yazaq. Hə, tamam. Yəqin bu attempt bir şeylə işlənməlidir ona görə. Deməli, mən bunu bir variable mənimsətdim. Deməli, nə edir bu variable? Sizə deyəcək ki, okeydirmi yoxsa yox. Yəni login, email və parol düzgündürmü? İndi siz nə edəcəksiniz? Əgər check login səhvdirsə, nida true'dursa, true'nun əksi eləyir false, nə olur? Daha doğrusu necə edeyim? Buradan false gəlirsə, yəni səhvdirsə. False-un əvvəl nida atan nə baş verir? True'ya çevirir. True olursa nə olur? If-ə daxil olur. İndi başlayaq nə yazmağa? Bax, deyirəm dala qaytar. Return truth login nöqtə indeksi də bizim rootumuz. Amma with errors ya da with də yazıb promo şeydir. Key value ilə yazıcı göndərirdik. Keyimiz error olsun. Value'muz da olsun email or password is wrong. Bunu yazdıq. Əgər düz olarsa, bizim tutaq ki product səhifəmiz var, ora getsin. Bizim product səhifəmiz var idi. Bir dəqiqə baxın var hə. Product.index. Tutaq ki bizim ana səhifəmiz product index-də o mənada. Product index with success-ə də ehtiyac yoxdur. Tamam. İndi bu error da prosta necə göstərir? Sadəcə gəlib burada yazı gəlirsə if session yo o validasiya üçün idi. Ya da ki şeydir. Burada biz with error göndərsəydik. Bu sadəcə with'dir. With error göndərsək o var. Buraya yazıram error varsa at end if. Buraya yazaq echo session'dakı error. Okay, görə işləyəcəkmi? Neyinirik indi? Bunu okey eləyirik. Hə. Bir də yadınıza gəlsə, əgər uğurlu olarsa, biz PHP layihəsində nə edirdik login zamanı? Yəni success qoyurduq ki. Yox, sessiona email ID falan atırdıq, yadınıza gəlir. Aha. Bunu özü Laravel sadəcə bu aus attempt yazmaqla özü hər şeyi arxada handle eləyir. Yəni idarə eləyir. Siz artıq durub gəlib burada dollar atmaq session və s. yazmağınıza ehtiyac yoxdur. Yəni bu qədər sadə. Bir dənə bu klassla işimiz tamamdır. Hətta password yazı gəlib biz özümüz yoxlayırdıq. Password verify. Bunu belə eləmirik. Bunu da gedir özü eləyir Laravel. Yəni nə password verify var, nə session var, heç bir şey yoxdur yəni. Attempt funksiyası eləyirəm bunların Hamısını, bəli. Okay. İndi gəlin yoxlayaq. Görək düzgün danışıram mən. Loginə gəldim. Gəlin birinci ümumiyyətlə səhv yazaq. salam@gmail.com ya da gəlin birinci email səhv yazım. Loginə klik eləyirəm. Email or password səhvdir. İndi email düz yazım, parolu səhv yazım. 1 2 3 4 5 6 7. Yenə parol səhvdir. Gəlin düzgün yazaq. salam@gmail.com. Bunun parolunu salam qoymuşduq. Loginə klik eləyirəm. Baxın, product səhifəsinə atdı. Okay. Bura qədər bir sual varmı hələ ki? Yox. Prosta hansı akkaunta login oldu və həminki akkauntun dataları gələcək, ona baxacağıq da. Bəli, süpersən. Bu təbii ki hansı email yazmışsa o akkaunta login oldu. Hə, o heç onun dataları gəlsin. Okay. İndi biz bu səhifələrdə işimiz bitdi, çıxırıq buradan.
Gedirik, tutaq ki, product index bizim ana səhifəmizdir. Gedək ora. Bizim product.index view-mu açaq. Okay. Tutaq ki, biz burada istəyirik ki, giriş etmiş adamın adını ekrana gətirək. Bunun bir çox yolu var idi. Bizdə PHP Core-da yazıya session'dan name götürürdük. İndi nə edəcəyik? Echo yazırsınız, çünki PHP Core yazır, echo yazırıq. Aus. Burada user var idi. Burada da ki name yazsın, bilmirəm işləyəcəkmi. İşlədi, salam. Yəni bizim adamın adı Salamdır. Ona görə salam gəldi. Bax, aus user name. Nə deməkdir bu? Aus autentifikasiya olan adam, user, yəni hansı userdir və name. Yəni ki, onun name'i. Təbii ki, e-mailini istəsəz, e-mail yazsaz, e-maili gələcək. Sual varmı? Yox, aydın. İndi təbii ki, bir də belə bir şey var ki, siz məcbur deyilsiniz view-da belə bir şey yazasınız. Product control index-nə gəlib, bax burada da yaza bilərsiniz ki, məsələn user və yaxud da session user name variable yaradıb aus user name yazıb və bunu kompaktla bu tərəfə də ötürə bilərsiniz. Ötürdük. Burada səliqə səhmanı qoruyuruq. Sadəcə nə yazırıq? Session, o ötürdüyümüz variable, user name. Qutardı getdi. Səhifəni refresh edirəm, bax gəldi. Yəni view-da çalışdığımız qədər nə etməliyik? Səliqə səhmanına riayət etməliyik. Belə. İndi gəlirik əsas məsələyə. Yadınıza gəlirsə bizdə istifadəçi login olmamış digər səhifələrə buraxmırdıq. Yəni nə edirdik? Məsələn, product səhifəsidir, o bir səhifə, kateqori səhifəsidir, nə səhifəmiz varsa, login olmamış oralara buraxmırdıq. Gəlin indi ona baxaq. Məsələn, indi product index-i gedirəm, product create-ə gedirəm. Burada niyə color-ram çıxmadı? Hə, database-i color yoxdur, ona görə, tamam. Sonra bizdə nə var? Məsələn, kateqori index var. Kateqori create-ə gedirəm, kateqori index-ə gedirəm. Nə etməliyəm? Mən istifadəçiyə icazə verməməliyəm ki, buralara keçid eləməsin. Bunun yolu çox sadə və rahatdır. Gəlirəm index metoduna. Bizim index metodunun məqsədi nədir? View-nu yükləməkdir, düzdür? Bu view-nu yükləməmişdən əvvəl sadəcə mən bura if atıram. Aus check. Aus check nədir? Get autentifikasiyanı yoxla. Autentifikasiya səhvdirsə, yəni 2 bərabərsə false. Yəni ki, autentifikasiya olmayıbsa və yaxud da bu sizi biraz uzun görsənirsə, sadəcə əvvəlinə bir də nida atırsınız, eyni şey eləyir. Əgər autentifikasiya yoxdursa, nə? İstifadəçini tulla login.index-ə. Nə deməkdir? Bu istifadəçini itələ etsin, login olsun. Səhifə refresh etsəm, təbii ki, bu product login olmuşam deyə açılacaq səhifə, baxın, açıldı. Amma gəlin nə edək? Tutaq ki, istifadəçini sistemdən atmalıyıq da. Bura bir dənə düymə qoyaq. Logout düyməsi. Tutaq burada bir dənə logout düyməsi qoyaq. Necə qoyaq bunu? ATG logout. Logout da göstərməyi unudacaqdım. Yaxşı ki, elə gəldi bu hissə. Root logout. İndi mən bu düyməyə klik eləyirəmsə, ahrefdə nə olmalıdır? Bizə bu forum post olmadığı üçün get metodudur. Yəni bu düyməyə klik eləyirəm. Deməli mən gəlib burada bir dənə logout deyə get metodu yaratmalıyam. Və bu da getsin logout metodunu şeyləsin. Burada logout qoyaq. Okay. İndi açıram buranı, bir dənə public function logout metodu yaratdım. Və nə edirəm burada? Sadəcə yazıram ki, aus logout. Qutardı, getdi. Aus logout yazdıq və nə edirik? Gəlin login səhifəsinə yönləndirək. Return
Çünki niyə istifadəçi logout olanda login atmalıdır onu. Səhifəni refresh edirəm, logout deyirəm, gəldi. Logout'a klik elədim. Baxın, login səhifəyə atdı məni. Yaxşı. Biz indi qayıdaq əsas söhbətə. Burada if var idi, yazıca gəlsə. Gəlin görək bu səhifəyə gələ bilirikmi? Bax, product/index. Hətta bunu Ctrl+C deyirəm ki, Enter-ə klik eləyirəm, baxın loginə gəlir. Təzədən yazıram. Təzədən Enter-ə klik edirəm, bax loginə gəlir. Nə olur? Məni içəri buraxmır sistem. Daha doğrusu buradakı ifə görə. Bax, buradakı ifə görə. Neyinir? Hər dəfə metodun başlanğıcında nə baş verir? Yoxluyur. Root yoxdursa, neynəsin? Dava qaytarsın. İndi məsələ nədir? Biz bunu hara tətbiq eləməliyik? Produktun indeksinə, create-inə, store-una, kateqorinin indeksi, create-i, edit-i, update-i, silməyi, gör nə qədər yer var. Yəni ki, bu o deməkdir ki, mən gəlib, bax, burada bu ifə atmalıyam. Burada bu ifə atmalıyam. Sonra bu birisi controller açıb, kateqori controller. Bax, burada görürsünüz, bütün səhifələrə bu ifləri atmalıyam. Sizcə nə dərəcədə doğrudur? İmplement zat teması gəlməyəcək burada. Nə teması? İmplement bir şey eləsində. Hə, neyse. Don't repeat yourself. Yəni bir kodu 100 yerdə yazmağımız düzgün deyil. Yəni eyni kodu daha doğrusu 100 yerdə yazmağımız doğru deyil. Nə etməliyik? Biz nəsə fikirləşməliyik ki, durub hər bir metodun əvvəlinə bu cür bir iflər atmayaq. Elə bu cür problemdə sizin middleware-i daha yaxşı başa düşməyinizə kömək olacaq. Nə edirəm? Hamısından Ctrl+Z elədim. Bir dənə burada qalsın, indi bunu da siləcəm. Nə etməliyik? Birincisi onu izah edeyim sizə. Gəlib yazıram bura nə? PHP artisan make middleware. Middleware'in adını yazmadım. Middleware'in adı olsun. Check log check out autentifikasiya middleware. Check out middleware qoyaq adını. Yəni autentifikasiyanı check elə. Getdik middleware folderini açaq. Bu folderdə check out middleware'ini açdıq. İndi bu middleware'imizdə nələr var onu izah edeyim sizə. Middleware'də görürsünüz handle deyə bir metod var. Yəni bu o deməkdir ki, handle bu arada Azərbaycanca nə deməkdir? Üstəsindən gəlmə, yəni neysə, məsələn deyirik I will handle this, yəni mən bunu eləyəcəm. Məsələn mən sizə task verirəm, istəyirsiniz ki, mən bunu handle eləyəcəm. Yəni yerinə yetirəcəm, üstəsindən gələcəm, o mənada da. Ümid edirəm izah elə bilmişəmdir. Bu metod middleware-də işə düşən metoddur. Və burada $request $next $request var. Nədir bu? $next. $next'imiz bilirsiniz nədir? O vaxt uşaq vaxt diski qoyub oyun yazanda yazır next basıb oyunu yükləyir deyə və yaxud da bir proqram yükləyəndə indi next elə yükləyirik. Elə bu da bir növ ona oxşuyur. Next odur ki, sənin növbəti stepə atır. Yəni bu o deməkdir ki, mən növbəti stepə at bunu, o deməkdir. Deməli biz bunu nə vaxt yazmalıyıq? Next-i. Bizim prosesimiz uğurlu olanda biz nə etməliyik? Next yazıb istifadəçi növbəti stepə atmalıyıq. İndi mən bura nə yazıram? Yazıram ki, əgər autentifikasiyam yoxdursa, geçsin sadəcə login atsın. Və bilirsiniz, return olanda aşağıya düşüb oxumur metodda. Bu nə olur? Əgər bu ifə girsə, bunu oxumur. Əgər bu ifə girməsə, return $next. Yəni nə deməkdir? Next növbəti stepə keç deməkdir. İndi bu middleware-i necə işlədərik? Middleware-lərin tanımlanmasının, yəni tanıdılmasının bir dənə nöqtəsi var. HTTP-nin içərisində kernel.php. Baxın, kernel.php. İndi bu faylı izah eləyəcəm. Bu arada mən middleware sözünün Azərbaycanca mənasını dedim. Middleware ara qatman deməkdir. Yəni ara qatmam istədi. Yəni araya nəsə bir şey eləyirsən, yoxlanışlar aparır.
Məsələn, controller-a gəlməmişdən əvvəl middleware-də yoxlanış aparsın istəyirəm. Ara qatma. İndi davam edeyim nəyə? Kernel.php-yə. Bizim bu fayl, Laravel'də olan bu fayl, middleware-lərimizi tanıtmağımız üçün yerdir. Yəni bura mütləq qeydlər aparmalısınız. Deməli nədir bu? Birinci hissəm bax bu var. Protected dollar middleware. Bax bunu üstündə də yazılıb. Yəni heç vaxt durub bunu əzbərləməyin. Sadəcə yazıda saxlayın. The applications global HTTP middleware stack. Nə deməkdir bu? Bu o deməkdir ki, layihənin hər yerində, yəni globaldır da, yəni layihənin hər yerində bu middleware-lər işə düşür. Bax, this middleware are run during every request to your application. Yəni deyir ki, bu middleware-lər hər requestinizdə işə düşür. Bizdə də biz HTTP layihələr hamısı requestlərdən iştirak, yəni request gəlməlidir. İndi burada baxsaq, məsələn, Trust proxy var, handle course var, nə bilim, validate post size var, trim string var, empty string to null var. Yəni empty boşluğun yönələ bunu nulla çevirisi üçün rahatçılıq olsun deyə. Yəni bu cür Laravel'in hazır yoxlanışları var. Hansı ki siz bir layihə yazanda bunları yazmaq vaxtınızı alır deyə bunu Laravel özü eləyir hamısı siz üçün. Keçdik ikinci bizim klassın propertisinə. Bu propertinin adı middleware groupdur. Nədir bu middleware group? Burada iki dənə başlıqda qrup yaradır və bu qrupun içinə middleware-lər verir. Yəni nə deməkdir bu? Tutaq mən bir dənə web adında bir başlıq yaratmışam. Deyirəm ki, bu web başlığında bu yoxlanışlar olsun. Yəni bir başlıq qoyub onun qrup yaradıram. O qrupa müxtəlif middleware yoxlanışları verirəm. Və bu web middleware-nə kim işlətsə, bu bütün middleware-lər işə düşəcək. Uzun sözün qısası belə. Yəni mən gəlib bura belə də deyə bilərəm. Şahmar yaradıram. Şahmarın içində çoxlu middleware-lər yazıram. A, B, C, C. Kim gəlib şahmar sözündəki middleware işlətsə, bu array-in daxilindəki bütün middleware-lər işə düşür. Yəni bu cür nə bir şeydir. Bunun example-ını mən birazdan izah eləyəcəm. Səbirli olun. Sadəcə bilin ki, bu qrup middleware-dir. Keçdik ən son, narahat olmayın. Bu ən sondur. Custom middleware-lər, yəni burada middleware alias var. Bu nə deməkdir? Mən məsələn indi bu dəqiqə nə etdim? Bir middleware yaratdım. Bu middleware-in adı nə idi bizdə? Checkout idi deyəsən. Checkout middleware klassı yazıram. İndi deyirəm ki, bu klassa bir dənə alias verirəm. Adı olsun elə burada da checkout olsun. Bu cürlə. Check authentication. İndi mən nə edirəm? Burada niyə buna ad verdim? Mən gəlirəm indi rootun daxilinə. Bu rootda bizdə hansı səhifə idi? Product index create store. Bura gəlib yazıram ki, bir dənə ox atıram. Middleware checkout. Bunu yazdım. İndi bunun içindəki gəlin bir dənə komment ataq. Ya da silək, kökdən sildim, getdi. İndi görək işləyəcəkmi? Biz birinci login olmamışıq. Gəlin keçək product index-ə. Baxın, yenə məni loginə atır. Create yox, index. Atdı mən loginə. Nə baş verir? Başdan izah edeyim. Bizdə yadınızdaysa bir daha ən başdan deyim. Layihəmiz publicdə index PHP-dən işə düşür. Index PHP gəlir bizdə autoload-la klassları yükləyir. Sonra Bootstrap app-ə daxil olur. Burada konfigurasiyalarımız var. Hansı ki bizdə kernel, exception handler və s. Exception handler erroru handle eləməkdir bu arada. Kernel nə edir? Bizim middleware-ləri yükləyir. Və sonra nə olur? Gəlir burada requestlərimiz başlayır. Requestlərdən sonra nə olur? Bizim hər gələn sorğu gedir axtarır. Hansı linkdirsə, o klassın, o metodunun içinə daxil olur. Sadəcə ora daxil olmamışdan əvvəl, baxın, biz burada. Görürsünüz, middleware checkout yazdım. Bu nə edir? Sırf bu root yazdığımız bu root gedir checkout bir middleware tapır. Hansı ki biz kernel'da tanıtmışdıq onu ki, checkout bu klassdır. Gedir bu klassın daxilinə girir,
yoxlanışını aparır. Əgər next-ə çata bilsə, növbəti kontrollera keçir. Next-ə çata bilməsə, nə olur? Bunun dediyi kimi gedir, yönləndirir başqa səhifəyə. Və nə oldu? Bizdə bu da oldu middleware, yəni kontrollera getməmişdən əvvəl bir ara qatmandır. Və mən indi nə edirəm? Bu middleware-i hər yerə tətbiq eləməliyəm. Nə edirəm? Bu create-ni atıram, store-nu atıram, kateqoriya atıram və s. ata gedirəm. Və nə olmuş olur? İndi bax, bir product-ın create-nə getmək olurdu. İndi gəlin görə getmək olacaq product create-nə. Create-ə klik edim, bax yenə login-ə atdı məni. Niyə? Çünki bu getdi yenə də middleware-də yoxlanış apardı. Bu middleware-də olan yoxlanışa əsasən gördü ki, istifadəçi login olmayıb, giriş eləmək olmaz. Bəs yaxşı gəlin görə login olsaq nə olacaq? salam@gmail.com salam, düzgün parolu yazıram, login-ə klik elədim. Baxın, product səhifəsinə gəldik. Gəlin produktun indeksinə də gedək, create-nə gedək. Baxın, create-nə də gəldim. Deməli nə olur? Bu middleware-im mənə imkan verdi ki, bir dənə yerdə kod yazım və bu hər yerə tətbiq edeyim. İndi təbii ki, bu bizim kod belə qısadır. Yəni normalda məsələn middleware-lər içində uzun yazanda, məsələn 100 sətr falan, düşünün ki, siz bunu hər yerə tətbiq eləyəndə 100 sətr koddan qurtulursunuz hər dəfə. Yəni bir var gəlib hər dəfə kontrolun əvvəlinə if yazasınız 100 sətr. Bir də var ki, gəlib bir dənə klasa daşıdınız bunu hər yerdə istifadə eləyəsiniz. Bura qədər bir sual varmı? Yoxdur. Prosta məsələn, onları bütün bu prosedurlar dediyə 100 sətr ola bilər. O 100 sətrlikləri götürək bir metodun içinə salaq, yəni funksiya istifadə edək. Əslində middleware olub da, elə deyə bilərik. Elə deyə bilərik, amma məsələyə bax ki, tutaq sən bir dənə funksiya yaratdın, ya yaradaq məsələn. Məsələn, içinə yığaq da bunların hamısını. Tutaq ki, bir dənə funksiya yaratdın, check out. Və burada if-i yazdın, yəni if-imizi də yazaq. Sən yenə də check out-nu eləməlisən, bax. Burada çağırmalısan, düzdür? $this check out. So təzədən burada da çağırmalısan, başqa yerdə çağırmalısan. Yəni bu yenə də nə olur sənin üçün? Yenə şey. Yəni bir növ düz yenə qısaldırsan işini, amma yenə də nə olur? Sənin işin uzanır. Okay. Amma indi deyə bilərsən ki, heç kim qayıdıb deməli ki, burada da 100 dəfə middleware sözü yazırıq da. Yəni demirsiniz bir Ağlımdan keçdi prosta. Dedim bəlkə sən qəbul olması üçün də. İndi bunu izah eləyirəm. Ki necə eləyək ki, biz bura 100 dəfə middleware sözünü yazmayaq. Buradan da silirik. Buradan da silirik. Buradan da silirik. Bunu əslində mən dərsin əvvəli root mövzusunda izah eləməliyim. Bunu indiyə saxlamışam. Deməli, burada nələr görürsünüz təkrar? Baxın, linklərdə təkrar var. Controller'da təkrar var. Nə bilim, name'lərdə təkrar var. Laravel'in bir dənə rootlar arasında ən əlası oldu ki, bu təkrarların qarşısını almağa kömək eləyir. Gəlin başlayaq kateqoriyadan. Root klassının daxilində qrup deyə bir nə var? Metod var. Bu metod nə edir? Onu izah edeyim. Birinci parametri bir array yazırıq. Array yazıram ki, prefix. Prefix olsun kateqori. Prefix sözünü bilməyən var, yəni əvvəl deməkdir. Yəni prefix ön hissə deməkdir. Azərbaycanca prefix sözü ön hissə deməkdir. Əvvəlidə, yəni ön şəkilçi, hə. Elədir. Deyirəm ki, prefix kateqori olsun. Və vergül qoyub bir dənə function açıram. Açdım bu function. İndi mən bunu götürürəm bütün rootlarımı. Bu rootun içinə atdım. Və artıq hamısından kateqori sözünü silirəm. Buna da dəyməz amma. Yox, biz indi əvvəldən yazmışıq deyə mən əllə sildim, biraz sən əziyyət kimi gəldi, amma ən başından biz bilirik ki, kateqoriyada 5-6 dənə root var. Bir dənə prefix yazdım, bura hamısının əvvəlinə kateqori sözü atır. İndi keçək məsələn middleware söhbətinə. Baxın, mənim middleware'im nəyə aid olmalıdır? Olmalıdır produktlara, məsələn kateqoriyalara.
Gəlirəm, gəl bir dənə də roota productda bir dənə qrup yaradaq. Bunları 4 dənə boşluqla buraxdıq. Buraya yazdım product, buradan da sildim. İndi istəyirəm ki, bunlara middleware aid edeyim. Nə edirəm? Vergül yazıram. Middleware. Adı neydi bizə? Checkout. Bir de bunu da götürürəm. Burada atıram. Все. Qutardı getdi. Root qrupun müsbəti budur ki, sənin bu qrupun içində 500 dənə də root olsa, gedəcək 500-də də bu prefiksi, bu middleware-i aid eləyəcək. Bu cürlə bir şey. Və bir də bir şey deyim. Burada biz bunu gəlin silim, bir də bunu silim gəlin. Bir də siz belə bir şey eləyə bilərsiniz. Root qrupların üstünə bir dənə root qrup yarada bilirsiniz. Yəni qrup üçün qrup yarada bilərsiniz. Middleware sözünü səhv yazdım ki. Düz, tamam. Bunu gəlirəm, atıram bura. Buradan 4 dənə boşluq atıram. Səliqəli görsənsin. Baxın. Bir dənə root group middleware checkout yaratdım. Bunları attım. Avtomatik nə olur? Bütün bu rootların hamısına nə eləmiş olur? Bu middleware-ləri aid eləmiş olur. Sual var mı? Yox, əldə içində, əldə içində. Aydın. Bir də belə bir şey də var. Bura vergül atıp as yazırsınız. Product. Artıq buradan da product sözlərini silə bilərsiniz. Bir də buradan. Bu cürlə. Bu da bizim əzimiz. Hətta biraz irəli getsək controller adı eləmək olur. Deyəsən yadımdan çıxıb tam olaraq controller yazırdıq bura. Deyəsən controllerda bunu yazsaq olurdu. Tam dəqiq yadımda deyil, səhv şey göstərmək istəmirəm. Burada mən onu işlətmirəm. Siz istəsəz araşdırıb baxa bilərsiniz yəni. Bu cürlə. Bu da bizim oldu root qruplarımız. Root qrupu keçməmişdim sizə. Bunu da bilmiş oldunuz. Sonra nə edirəm? Bu arada bura product nöqtə yazım ki, bu nöqtədən sonra bu index create store olsun ona görə. İndi root qrupu da göstərdim, middleware-i göstərdim, middleware tanıdılması olan yerləri göstərdim. İndi gəlirik bir dənə hissəyə. Rootlarımı roots folderində API, channel, console, web-də hissələrimiz var. Bax bu çox vacib bir yerdir, hansı ki mən bura hələ değinməmişdim. Deməli nədir bu hissələr? Siz hələ ki tək bildiyiniz nöqtə odur ki, biz rootsun içində web.php-yə rootlarımızı yazırıq. Amma API.php də var. Siz istəsəz webin daxilinə API.php içinə də yaza bilərsiniz webdə yazdıqlarınızı. Yəni bura yazdıqlarınızı burada yaza bilərsiniz. Heç bir şey dəyişməyəcək. Çox az-maz xırda nüans var ki, o dəyişə bilər. Hətta çox qəşəng bir nüans da var. Siz özünüzün bir folderini yarada bilərsiniz. Məsələn, nə folderi? Tutaq siz səliqə səhmanına çox önəm verirsiniz. Hər modula burada ayrıca root yaradırsınız. Məsələn, tutaq productda product.php-yə. Siz özünüz gəlib burada yaradırsınız. Belə. Burada bunları command C eləyib buraxıram. Sonra gəlib siz burada öz istədiyiniz kimi root, get, hətta gözlüyüm bir dəqiqə buradakı var götürüm. Product'ım hansıydı? Budur. Məsələn, siz gəlib bunu buradan götürüb burada yaza bilərsiniz. İndi bu model yuxarıda use product controller yazırıq, qutardı getdi. Yəni siz özünüzdən fayl yaradıb product.php və s. Məsələn, admin panelimiz olacaq bizim. Admin panelin rootları ilə saytın rootlarını bölə bilərik. Məsələn, buraya yazıda bilərik admin panel.php və dashboard.php. Nə edə bilərik? Gəlib burada biz rootlarımızı qəşəng səliqə səhmana yaza bilərik. Ancaq web.php yazsaq bütün aləm deyir bir-birinə ki, buna bax arta gedir yəni.
Okey, bəs yaxşı. Necə eləyim ki mənim product.php-mdə, yəni burada bir dəqiqə root yaradaq. Get, məsələn olsun Murad. Function return 1 2 3 4. Mən indi gedib bura yazsam Murad görməyəcək onu. Baxın, tapamadı. Necə eləyim ki mənim bu product PHP-mi görsün? Bunun bir dənə yolu var. Providers deyə bir papka var. Providers sözünün mənası təmin etmək deməkdir. Və burada root service provider var. Yəni root servisi təmin edən, idarə eləyir. Bu bizim providerımız. Burada aşağı düşsəz nəyi görəcəksiniz? Boot metodunun daxilində this roots deyə bir hissə var. Nədir bu this roots? Görürsünüz, bax burada roots papkasının içində api.php, roots papkasının içində web.php. Bu nə deməkdir? Deməkdir ki, bu get, sən bu rootları gör. O deməkdir, yəni webi, apini. Yəni mən gəlib bunu silsəm, sizin burada yazdığınız web var ha, heç birini görməyəcək. Yəni bax buradan bunu silsəm. İndi buradan nə nəticə çıxartmaq olur? Siz öz yaratdığınız bəli. Bunu command eləyirəm. Product.php-ni yazdım bura. Səhifəni gəlib refreshləsəm, bax 1 2 3 4 gəldi. Niyə gəldi? Artıq bu product.php-nin daxilindəki rootları da görəcək. İndi bir yax kernelda bir yax yarımçı qoyduğum bir şey izah edeyim. Bura baxın, middleware web yazılıb, middleware web yazılıb, middleware API yazılıb. Hətta burada baxın prefix API də var. Bura gəlib siz bu prefix yazsaz, bilirsiniz nə olacaq? Gedib bu içindəki bütün rootlara əvvəlinə product sözünü əlavə eləyəcək. Bax, mən məsələn bunu yazım product. Mən Muradı görürsünüz tapmır yenə. Birinci product/Murad yazmalıyam ki, bax tapsın. Yəni prefix product yazsaq, bu PHP daxilindəki bütün rootların əvvəlinə product sözünü əlavə eləyir. İndi burada yazılıb middleware web, middleware API. Bir yax kernelda mən sizə göstərdim ki, bizim ikinci hissəmizdə middleware qrup anlayışı var. Burada da web və API var. İndi bəlkə biraz məna çıxarda bilərik ki, niyə qrup deyə bir anlayış var. Biz root service providerda nə etməliydik normalda? Gəlib buraya yazmalıydıq middleware. Middleware-in içinə nə yazmalıydıq? Middleware-in içinə yazmalıyıq. Bunu kopyalayırdıq. Gəlib bunu buraya yazmalıyıq. İndi bu hələ təkcə bunu belə yox. Tutaq ki, mən product şeyi də yaratdım, burada atıram. İndi nə dərəcədə bu müsbət bir şeydir? Təbii ki, pisdir. İşimiz uzanır, yol uzanır, kod çox yazırıq. Amma burada Laravel nə edib? Deyir ki, gəl sən bir dənə web qrupu ad qoy. Bu qrupun içinə array ver, middleware-lər. Sonra sən gəl burada middleware API və ya middleware web yazsan, nə olur? Bu gedib bütün bu middleware-lərin yoxlanışını aparacaq. Yəni sənin gedib bir-bir əllə ay bunu yoxla, bunu yoxla, bunu yoxla deməyə ehtiyac yoxdur. Qrupun məqsədi budur. Qrupu başa düşdünüzmü? Yəni middleware qrup nədir? Yazmaq, onu hansını gətirir? Bəli, bir dənə qrupun adını yazırıq, 5-6 dənə middleware-in içinə girib yoxlanışlarını aparır. Bu da belə. Və özünüzdən yeni bir root yaratmağı da bildiniz. İndi bax, bura diqqətlə baxın, bu iki göyərtdiyim yerə. İntervyuda bu sual verirlər. Web.php ilə API.php-miz var. Bunun içinə root yazmağın nə kimi fərqli cəhətləri var? Bu sual verirlər sizə. Nə cavab verərsiniz? Birində prefix. Ay, sağ ol. Super. Bu 1. 2. Onda başqa nədir ki? Gözün qabağındadır, diqqətlə bax. Middleware. Qrup. Bəli. İkinci ən vacib cavab odur ki, middleware-ləri fərqlidir. Yəni siz gedib ikisinə də nə yaza bilərsiniz? Root yaza bilərsiniz. Amma bilin ki, middleware-ləri fərqlidir. Yəni bu API-dir, bu web-dir. Və kernel-a gəlsəz, web-də bu qədər yoxlanış olur.
API-də bu yoxlanış olur. Fikir verirsinizsə, baxın, webdə CSRF var ya, forumlara yazılmış, o yoxlanır. Nə bilim, başqa şeylər, amma baxın API-də elə bir yoxlanışlarımız yoxdur. Bir də biz onun yoxlaması üçün ət siyasəri yazırdıq. Digər yoxlanışlar üçün də ət nəsəbi yazmaq lazımdır. Yoxsa eləsi var? Yox, onu ehtiyac yoxdur. Ha, Ancaq okey, o sırf ona aid bir şeydir. Aha, okey. Okey, indi sual versələr ki, özünüzdən root yarada bilərsinizmi faylı? Bəli, bəsələr nə edəcəksiniz? Deyəcəksiniz ki, root service provider-da gəlib onu tanıtmalıyıq. Sual versələr ki, API PHP və PHP fərqi nədir? Deyəcəksiniz ki, middleware fərqi var. İndi prefiksi istəsəz deyin, istəsəz deyin, çox vacib bir şey deyil. Əsas middleware fərqləri var. Məsələn, example verə bilərsiniz, deyə bilərsiniz ki, hə, məsələn, kernel-da açsaq buranı, indi orada aça bilməyəcəksiniz də, yəni deyəcəksiniz ki, verify CSRF var, nə bilim, burada baxsaz session və s. var, start sessions-a, bu cürlə şeylər. Middleware-lər. Start session bu cürlə. Hansı ki, session bizə layihələrdə kömək olur. Hə, bir də bizim indiki yazdığımız login, unutmayın, MVC layihələrə aiddir. MVC nə deməkdir, onu göstərim. Bu cürlə MVC yazılır. Yəni MVC-nin açılışı Model View Controller. Bu deməkdir. MVC layihə nədir? Bir layihə daxilində full stack yazırsan. Yəni sənin modelin database-i təmsil edir, controller'ın məntiqi kodları, view isə front tərəfi təmsil edir. Bu layihədə, MVC layihədə front back bir yerdə olarsa, loginimizi session üzərindən aparırıq. O da ki, variabeldə aus attempt-dir. Yəni bu cürlə. API inşaat keçəndə API-də də necə login olacağımızı izah edərəm. Orada biraz fərqlidir məsələ. MVC-də bir arkitekturadır. Bu arxitekturada yenə bir izah elədim ki, model var, view var, controller var. Bu cürlə bölünür. Araya yəni o sadəcə sırf arkitekturadır. Yəni belə. Başqa dillərdə başqa arkitekturalar, MVVM var məsələn, model view, view model controller. Yox, model MVVM. Elə bil ki, model view, view model. Nədir bu? Model view, view model. Sən controllerında birbaşa kod yazmırsan, bir dənə view model deyə bir klass yaradıb, onun içinə yazırsan. Bizdə backenddə o servis hissəsi gedir, onu da izah eləyəcəm yəni. Hələ ki, sadə şəkildə irəliləyirik. Tamam, bu da belə. Middleware-i də izah elədim. Qutardı, bizdə qaldı nə? Sizə pagination izah eləmək istəyərdim. İndi yox, təbii ki. Səhifələmə, sonra burada biraz bəzi şeylərin içini açıb baxmaq olardı. Amma onu layihəyə də saxlamaq olar yəni. Belə.